Layihə isə enerji adasıdır. 2030-cu ilə qədər tikilməsi planlaşdırılan bu nəhəng süni adanın 10 milyon evə elektrik verəcək potensialda olması gözlənilir. Bugün Avropanın Şimal dənizi, Aralıq dənizi sahilləri boyunca uzanan minlərlə külək turbinlərini müşahidə etmək mümkündür. Bu sahədə artıq dünyada inkişaf etmiş ölkələr öz sözlərini deyirlər. Bu sahə üzrə daha çox professionallaşırlar. Xüsusən də mütəxəssisləri bu sahə üzrə daha çox yetişirlər. Çünki gələcəyin burada olduğunu görürlər. Buna görə ki, həmin bərpa olunan enerjisi olan ölkələr digər ölkələrdən hansısa bir asılılığı qalmır və yaxud da ki, özündə bərpa olunmayan enerjilər varsa, hansı ki, neft, qaz, daş, kömür nəzərdə tutulur. Bunlardan asılılıq aradan qalxır, çünki gələcək dövrlərdə artıq bunların bitmə təhlükəsi ola bilər. Yaşıl enerji mövzusu neft və qaz ölkəsi kimi tanınan Azərbaycanın da diqqətdə saxladığı konsepsiyadır. Beynəlxalq və yerli mütəxəssislərin qiymətləndirmələrinə görə Xəzər dənizində ölkəmizin külək enerjisi potensialı 157 giqavatdır.